Diaqramlarda nədir? Diaqramları açıram, üzərindən vururam, pəncərəsi açılacaq. Burada diaqramların növləri var. Sütunlu diaqramlar, line, xəttli diaqramlar, pay, dairəvi diaqramlar var. Bu da gedir. Area, ərazi olanlar, nöqtəli diaqramlar, xəritə üçün istifadə olanlar. Yəni, burada radar forması da əsas bunlardan istifadə olunur. Çox da digərlərindən biz istifadə eləmirik. Əsas sütunlu, dairəvi, radardan yəni istifadə olunsa olunur. Amma ən əsaslı sütundan dairədir, bardır, areadır və bunlardan istifadə olunur. Məsələn, seçdim bir dənəsini, bunu sütunludan, oku vurdum. Bunu vuran zaman iki proqram əlaqələnir. Burada artıq Excel-lə əlaqə quruldu. Burada hər bir sütun, seriya 1, bu hissə rəngin göstərir ki, bənövşəyi rəngdə olanlardır. Bu seriya 1-dir. Yəni seriya 1-in qiymətləridir. Sonra seriya 2 açıq bənövşəyidir. Bu his. Bu. Seriya 3-də ən axırıncı bu göy rəngə çalanlardır. Bu da seriya 3 bax. Buradan da adın yaz. Seriya 3 və rəng göstərir ki, mən hansı sütundayam. Kateqoriya 1, məsəl üçün, bu sətr üzrə gedir. Yazıq kateqoriya 1-in qiymətləri. Baxın. Hər sütundan seriya 1, seriya 2, seriya 3 buradadır. Həmçinin seriya 1, seriya 2, seriya 3 və kateqoriya üzrə baxın bu ərazi. Bu hissədə göstərir ki, bunun da qiymətləri buradadır. İndi gəlin, mən bunları dəyişə bilirəm. Məsəl üçün, seriya 1-nə, seriya 2 ilə seriya 3-ü mən siləcəm. Çünki mənə lazım deyil. Buradan vura çıxacam bunu. Delete vuracam, gedəcək. Yenə buranı vurdum, delete vurdum, getdi. Qaldı seriya 1-in qiymətləri. O da niyə yoxa çıxdı ki? Aha. Həmən bunu bu tərəfə çəkmişəm. Dəqiq. Yuxarı hissədən seçirəm, delete vururam, silirəm. Baxın, indi bir qiymət qaldı. Təkcə bunu saxladım. Bunun adını dəyişirəm. Elə seriya. Birinci yazıram. Bu digərləri lazım deyil bizə. Kateqoriyaya gəlib bu hissəsindən yazıram, məsəl üçün, Azərbaycan dilindən olan qiymətlər. İndi uşaqların Azərbaycan dilindən, İngilis dilindən, digər fənlərdən olan qiymətlərini yazıram ki, başa düşəsiniz. Məsəl üçün, Rus dilindən olan qiyməti, daha sonra İngilis dilindən olan qiyməti, buradan da yazıram Fransız dilindən. Və qiymətlər yazıram. Məsələn, bu uşaq alıb, Azərbaycan dilindən alıb 50 bal. Baxın, 50 bal bu birinci sətrə yazanda, Azərbaycan dili baxın bu hissədə. Bildim. 60 bal yazmışam daha doğrusu. Bax, qalxdı 60-da dayandı. Bunu da sileyim, məsəl üçün, bunu yazıram 40 bal. Rus dilindən 40 bal alıb. Baxın, düz dayandı, Rus qalxdı, düz dayandı 40-dan bir hizada. Daha sonra bura yazıram 66 bal. İngilis dilindən yazdım. Baxın, 6-dan 60-dan keçdi, amma 70-ə də çatmır da hələ ki. Bildim. Birin 70 yazacam ki, ya da 72 yazacam ki, daha dəqiq başa düşəsiniz. Bunu yazdım. Buradan X-i vururam, çıxıram. X-i vurdum, çıxdım. Baxın, Azərbaycan dili 60 bal buradadır. Rus dili 40 bal buradadır. İngilis dili 66 bal yazdım buradadır. Bax, nə ortadadır, nə də yuxarıya çox uzaqdır da. Yuxarıya yaxınlaşıb aşağıdan necə deyirlər? Bu formadadır. Başa düşdüm. Burada da 72 bal yazmışdım. Buradan baxın. Xətdən artsa yuxarı. Bəli. Daha sonra burada nə var?
Bu sətr üzrə digər dərslərdə keçmişdim. Vərəqdə yazı varsa hansı tərəfdən istifadə olunsun? Önünə, qabağa, Bəli. arxasına. Bəli, yerləşdirmək, mətn daxilində yerləşdirmək. Bu plus işarəsi nədir? Bax, bunların hamısını söndürürəm. Mən bir-bir indi sizə göstərəcəm. Bax, söndürdüm. Hal-hazırda heç bir qiymət göstərmir. Heç nə göstərmir. Bunu vuranda, baxın, sətirlərin və qiymətləri, sətirlər üzrə qiymətlər burada var. Bir də, yəni sətirlərin qiyməti var, yazıları var, ölçüləri var. Bir də Azərbaycan, Rus, İngilis, Fransız dilləri, yəni olduğun sütunların olduğunu bildirir. Sütunların adları var. Title nədir? Başlıq. Məsəl üçün, buradan mən bunu pozub başlıq yaza bilirəm ki, məsəl üçün, qiymət cədvəli. Baxın, silmək olur bunu. Həmçinin yazmaq da olur. Daha sonra gəldim. Chat title, bax, buradan da bunu silib başqa bir söz yaza bilirik. Silib yazıram. Yəni, heç bir mənəçələri yoxdur onun mənə. Data tables. Burada artıq data tables'ı vuran, labels daha doğrusu vuranda qiymətli, sütunun öz qiymətlərini nə seçmişdimsə 72, 66, 40, 60. Üstünə yazılır. Bəli, üstünə yazılır. Data table, yazdığım table var. Onu gətirir. Bu hissəyə, onu da göstərir. Sonra, deyir, əslində orada cədvəli, bu cədvəli silmədim də, qiymətlərini sildim. Yəni, columns 1, columns 2 də dayanıb, qalıb burada. Error bar, bu formada göstərir. Sonra gridlər, bax bunun arxasında xəttlər var, onu gətirir. Legendi vuranda isə baxın, burada sütunların hansı sütun nəyi bildirir, onu göstərir. Rəngin, bayaq rənglər var idi. Bunlar seçiləndir. Bax, odur. Trend line, trend xəttini göstərir. Məsəl üçün, deyirəm ki, birinci sətr üzrə göstərsin də. Baxın, trend xəttini göstərir ki, artıb azalma üzrə mənə göstərir burada. Bildim. Bu formada bunları işlədə bilirəm. Bu qalsın, bu geçsin. Bu da qalsın. Bunu siləm, bu qalsın. Daha sonra gəldik bura. Bu formatdır, yəni hansı ölçüdə istəsəm seçərəm ki, bu bununla olsun, dizaynı. Bildim. Dizayn budur. Sonra filtrləmək var. Gəlin bunu normal formaya gətireyim. Bunu normala qoyaq. Çünki o bu çox göz yorurdu. Qara. Vururam bunu. Bu nəyi filtrləməkdir? Normalda biz filtrləmək hələ ki keçməmişik tam olaraq. Çünki hələ qalıb ora. Burada necə deyənlər? Nəyi göstərsin, hansını üzə çıxarsın, önə gətirsin sütunu, hansını gizlətsindir. Məsəl üçün, burada vururam, təkcə göstərirəm ki, fransız dilini göstərsin. Və yaxud da deyirəm ki, Azərbaycan dilindən olan sütunda qiyməti göstərsin mənə. Baxın, keçdi Azərbaycan, burada dayananda Azərbaycan dili vuracam. Apply vuracam, yeniləyəcək. Daha sonra buradan, baxın, bir dənə apply vurdum, bir dənə Azərbaycan dilini göstərdi. Və yaxud da select all vururam, apply vururam, hamısını göstərir. Sonra birinci sütun üzrə olanlara, hansı sütun mənə lazımdırsa, onu vururam ki, o sütun üzrə olan qiymətlər, yəni sətir üzrə olan qiymətləri və yaxud da select all vururam ki, hamısını göstər. Yəni, bu da budur. Bu ehtiyac deyil. Yəni, digərlərində də belə bu şəkildə istifadə eləyəcəm. Daha sonra burada nə qaldı? Bax, indi onları sizə başa saldım. Yəni, buradan başa saldım. Bunlar hamısı bu hissədə var. Məsələn, dizaynını dəyişmək, hətta buradan rəngini dəyişmək var. Burada rəngin elib ki, palitra seçirik. 4-5 rəng burada, 6 rəngin hamısını birdən seçirik. Yəni, ona oxşar şəkildə rəngləri seçəcək, dəyişəcək. Yəni, dənə-dənə rəng seçmək yoxdur burada. Bildim. Bir dənə palitranın hamısını seçirəm. Məsələn, burada bu format dizaynda dəyişdi.
Eynən bax bu başa saldıqlarım vardı, bu plus Hı işarəsində hı. başlıqları göstərsin. Bax bu quick layout'un içərisində də baxın, gəzdikcə tanış gəldi. Bayaq izah elədiklərim bunun Yazı içərisindədir. ilə də o şəkil formasında. Bəli, bu şəkil formasındadır. Sizə hansı lazımdırsa onu seçirsiniz. Hı. Add chat element hər hansısa bu da eynən necə deyirlər, ona oxşayır. Orada olan məlumatları buradan yenə gətirmək olur. Baxın, buradan da dəyişiklik. Yəni ən asanı da buradan plus işarəsindən işləməkdir həmişə. Yəni bunları mən hamısını, yəni bunu göstərirəm ki, bu nədir? Bax, office title yazıb, bax burada da var bu. Hə, Eyni bildim. əmrdir. Baxın, adlarına baxın. Burayla demək olar ki, ya eynidir. Trend line, trend xətti, məsələn, trend line. Burada bu da var. Sadəcə burada daha böyük seçimlər. Burada mənə bir dənəsini verir. Bir dənə seçim verir. Mən trend xəttini vurdum buradan. Bir dənə bu düz xətti verdi. Amma buradan vursam, bax bu hissədə başqa bir formaların seçə bilirəm. Bəli, başqa bir formada əyri, düz xətt, baxın, biraz göy forması dəyişdi. Bu formada dəyişə bilirəm. Sonra select data, bu daha böyük cədvəl. Daha doğrusu cədvəldə dəyişiklik etmək üçün, amma daha böyük cədvəllərdə 2-3 cədvəlim olanda bunu, yəni diaqram olanda istifadə edirəm. Nəyisə atıb editləmək üçün də istifadə olunur, dəyişiklik etmək üçün də istifadə olunur. Ən çox burada edit datadan istifadə edirəm. Girəndə bayaq girdiyim yer açılır. Və buradan yenidən əgər səhv yazmışamsa, onun üzərində dəyişiklik edə bilərəm. Və burada change chart tip, yəni bu indi seçdiyim diaqramın tipini dəyişirəm. Bunu istəmirəm. Baxın, bunun üzərindən vururam. Deyirəm ki, bunu mən sütun yox, dairə formasında eləmək istəyirəm. Dairəni seçirəm. Burada oku vururam. Baxın, artıq həmin dairə formasında gəldi. Və buradan da yenidən deyirəm ki, hər bir şeyi buradan legendi göstər, rəqəmlərin göstər. Bu formadan dizaynın yenidən dəyişiklik edə bilərəm. Müxtəlif dizaynlardan seçib dəyişiklik edə bilərəm. Yəni eyni şeylərdir yenidən. Yəni həyata keçirə bilərəm. Hər hansı bir sual var? Xeyr.